Allah Taala buyurur ki: "Və mə kənə li nəfsin ən tu'minu illə biiznillah." Elə bir şəxs yoxdur, elə bir kəs yoxdur ki, iman götürsün, fəqət yalnız biiznillah, Allahın izni iləndir. Bugün məscidə gəlmisiniz, bugün namaz qılırsınız, cümə gününə toplaşmısınız, hamısı biiznillahdır, Allahın izni iləndir. Allah Taala bizə icazə verib, izin verib və bu özü bir dəyərdir, özü bir qiymətdir ki, insanın hidayət olması təsadüfən deyil, insanın hidayət olması çox dəyərli bir şeydir. Bax, həmin ayədə Allah Taala göstərir və buyurur ki, və yəcəlur ritsə ələl-ləzinə lə yəqilun. O insanlar ki, düşünmürlər, o insanlar ki, anlamırlar, onlar öz çirkabında qalacaqlar. Yəni Allah Taala hidayəti bir təharət, bir paklıq, bir nur qərar verib. Hidayətin əksi olaraq zəlalət bir çirkabdır ki, düşünməyən insanlar həmin o çirkabda qalır. Biz keçən cümə günündə dedik ki, Allah Taala heç kəsi azdırmır. Fəqət insan özü azmağı istəməsə. Necə ki, zorla hidayət etmir və zorla da heç kəsi azdırmır, sərbəst buraxıb. Adam var ki, yoluna azır və indi kimlər ki, yoluna azıb Allah Taala buyurur və həmin ayələrdən birində Allah Taala buyurur ki, Peyğəmbər sallallahu İn təhris alə hudahum. Peyğəmbər, sən istəyirsən, israrla istəyirsən onların hidayət olmağına, fə innəllahə la yəhdi. Həqiqətən Allah Taala hidayət etmir. Allah hidayət etmir. Kimi hidayət etmir? Mən yudil. Allah Taala zəlalətdə olanı hidayət eləmir. O zəlalət içərisində olanı hidayət etmir və mə ləhum min nəsirin və onlar üçün bir kömək yoxdur. Ayələrin birində Allah Taala buyurur ki,